dərsimizdə yeni HTML elementləri öyrənməyə davam edirik və növbəti öyrənəcəyimiz element style elementi olacaq. Style elementi HTML-də CSS yazmaq üçün istifadə olunan bir elementdir. Bu tip yazılan CSS internal CSS adlanır və ya sənədin daxilində yazılmış dizayn kodları kimi də başa düşə bilərik. Ümumiyyətlə biz CSS-dən yaxın gələcəkdə danışacağıq. Sizə qısaca CSS haqqında biraz danışmaq istəyirəm. CSS veb səhifələrin dizaynını müəyyən edən proqramlaşdırma sahəsində istifadə olunan bir dildir və biz CSS vasitəsilə, misal üçün, yazdığımız yazı elementlərinin rəngini dəyişirik və ya səhifəyə müəyyən quruluşlar veririk. Məsələn üçün, deyək ki, bu yazı bloku səhifənin sol tərəfində olsun, bu yazı bloku səhifənin sağ tərəfində olsun. Buna bənzər müxtəlif dizayn qərarları veririk. Style elementi adətən head hissəsində yerləşir. Head etiketi haqqında bir əvvəlki dərsimizdə də öyrəndiyimiz kimi, head etiketi səhifənin özündə görsənməyən, lakin səhifənin işləməsi üçün özündə məlumatlar saxlayan bir HTML etiketidir. Elə bu da bir növ olan nümunədir. Baxmayaraq ki, dizayna ümumi olaraq təsir eləyir, amma real olaraq style elementi bizim son veb səhifəmizdə olmur. Yəni istifadəçi baxdıqda o elementlə bağlı səhifənin əsas hissəsində hər hansı bir element görmür, hər hansı bir blok görmür. Misal üçün belə bir qutucuq görmür. İndi style elementinin sintaksisi ilə tanış olaq. Ümumiyyətlə sintaksis dedikdə nə nəzərdə tutulur? Bir növ Azərbaycan dilinin qrammatika qaydası kimi düşünə bilərsiniz. Misal üçün dilimizdə bəzi sözlər var, onlar defislə yazılır və ya bəzi hecalar var, onlar vasitəsilə sözlər birləşəndə bitişik yazılır. Bunlar bir növ sintaksis adlandıra bilərik. Eyni formada HTML-də də sintaksis dedikdə bir növ yazı qaydası başa düşmək lazımdır. Burada gördüyünüz kimi bir head etiketi var. Head etiketinin içərisində isə style etiketi var. Style etiketinin açılış etiketi və bağlanış etiketi var. Bu iki etiket arasında isə bir kod yazılıb. Bu kod bizə hələ ki tanış deyil. Gəlin təxminən necə işlədiyi haqqında danışaq. Yaxın dərslərdə dediyim kimi daha ətraflı danışacağıq. Burada gördüyünüz kimi bir P yazılıb. Bu P elementin adını bildirir. Yəni bir növ bizim paragraf elementimizin adı əslində P-dir. Daha sonra qarşısında bir işarə qoyulub. Bunu fiqurlu mötərizə və ya dalğalı mötərizə adlandırırıq biz uşaq vaxtı. Dalğalı mötərizə adlandıra bilərik. Yenə də dalğalı mötərizənin əvvəlcə açılışı, sonra isə bağlanış işarəsi qoyulub. Bu iki mötərizənin arasında da kodlar yazılıb. Bu kodları baxaq. Bu kodlar daha əvvəlki dərslərdə tanış olduğumuz kimi key və value formasındadır. Yəni burada bir açar söz var və qarşısında dəyəri var. Misal üçün, rəngi mavi bulub. Və burada başqa da sintaksdən bağlı diqqət eləməli olduğumuz məqam odur ki, keydən sonra iki nöqtə işarəsi qoyulub, daha sonra isə dəyərdən sonra isə nöqtəli vergül işarəsi qoyulub. Bu standart bir CSS blokudur. Onun altında isə font size yazılıb və font size də 18 piksel olaraq təyin edilib. Style haqqında qısaca öyrəndik. İndi gedək style tətbiq edək və nəticəsini müşahidə edək. Sonuncu qaldığımız yerdən davam edirik. Səhifəmiz də burada açıqdır. Gəlin burada head elementinin içərisində style elementini daxil edək və indi gəlin biraz əvvəl öyrəndiyimiz koddan bura qeyd edək. Misal üçün, paragraf elementi qırmızı rəngdə olsun. Bunun üçün P yazırıq. Bir növ paragrafı seçdiyimizi deyirik. Bu arada başqa paragraflar olsa onları da seçmiş oluruq. Daha sonra dalğalı mötərizənin açılış və bağlanış formasını qoyuruq. Qoyduqdan sonra isə geriyə açar sözü və dəyəri yazmaq qaldı. Gəlin yazaq. Misal üçün color mən qeyd edirəm. Yenə burada VS Code-un avtomatik tamamlama funksiyonallığı işləyir və mənim üçün boşluğu və nöqtəli vergülü qoyur. Məndən geriyə sadəcə rəngi yazmaq qalır. Mən də qırmızı rəng vermək istədiyimə görə burada qırmızı sözünün ingilis dilindəki tərcüməsi olan ready yazmalıyam. Yazdıqdan sonra gəlib səhifəyə baxsaq, gördüyünüz kimi həmin paragraf qırmızı rəngə çevrildi. Style tag haqqında bu qədər. Çox yaxında biz CSS haqqında öyrənəndə bu tip daha çox məlumat öyrənəcəyik. Digər alt başlığımız header, footer, article və nav elementləridir. Bu elementlər HTML5 ilə gəlmiş elementlərdir. HTML5 isə HTML-in bir versiyasıdır, daha irəli versiyasıdır. Bəzi adamlar, misal üçün, HTML öyrənərkən HTML5 olmayıb. Onlar HTML4 ilə və ya HTML5-dən əvvəlki versiyalarla öyrənməyə başlayıblar. Daha sonra isə HTML5 gəldikdə artıq onların işləri biraz daha rahatlaşıb deyə bilərik. Hal-hazırda da internetdə bəlkə çoxlu saytlar var ki, onlar HTML5-dən əvvəlki versiyalarla işləyir. Çünki onların sahibləri deyək ki, həmin kodları yeniləməyib və köhnə versiyada qalıb. Ümumiyyətlə proqramlaşdırmada belə bir konsept var ki, irəliyə doğru bir şey inkişaf etdirəndə geridə olan kodlar daima dəstəklənir. Misal üçün, HTML5-in çıxması
HTML4-ün işləməməsi mənasına gələ bilməz. HTML5-in çıxması sadəcə artıq yeni saytların HTML5 ilə hazırlanması, köhnələrsə məcburi olaraq işə qalmalıdır. Yəni proqramlaşdırmada bu məsələyə belə yanaşırlar. Və kifayət qədər ədalətli yanaşmadır. Yoxsa düşünün ki, bir gün biz yuxudan oyanırıq və əvvəllər qurduğumuz bütün saytlar işə yaramaz halda olur. Bu isə heç yaxşı hal deyil. Header elementi başlıq hissə mənasını verir. Yəni bir növ veb saytların girişində olan ən yuxarıdakı hissəni nəzərdə tuta bilərik. Biraz sonra daha ətraflı tanış olacaq. Başqa baxaq görə burada nə qeyd olunub? Veb səhifənin və ya bir bölmənin başlanğıc hissəsini təmsil edir. Tərkibində ola bilər loqo, səhifə adı, əsas başlıqlar, naviqasiya menusu. Ardıcanda burada bir nümunəmiz var. Nümunədə gördüyünüz kimi saytın başlığı qeyd olunub. Loqo və naviqasiya ola bilər. Burada paragraf içərisində yazılıb, amma onlar təbii ki, divin içərisində də ola bilər. Daha sonra burada çünki yazılaraq qeyd olunub ki, burada falan şeylər ola bilər, ona görə paragraf istifadə olunub. Daha sonra nav elementi. Nav elementi isə bizim bir əvvəlki dərsdə hazırladığımız səhifədə də var idi. Səhifələr arasında keçid üçün istifadə olunur. Lakin biz nav elementini istifadə etməmişdik. Nav elementi deməli bu tip səhifələr arasında keçidləri saxlayan bölmənin bir növ adıdır. Həmin bölmə üçün istifadə olunan etiketdir. Gəlin gedək bizim bir əvvəl düzəltdiyimiz bu səhifədə də nav elementini tətbiq edək və daha yaxşı ala salaq. Biraz sonra daha yaxşı alım dedikdə nəyə nəzərdə tuturam onu izah edəcəm. Burada bir nav elementi yaradıram və bizim buradakı UL-imizi nav elementinin içərisinə daxil edirəm. Gəlib səhifəyə baxsaq, görəcək ki, heç bir şey dəyişmədi, lakin daha mənalı oldu. Kodumuz daha başa düşülən oldu. Bundan əlavə article elementi var. Article elementində müstəqil məzmun hissəsidir. Yəni saytın hər hansı bir hissəsində müstəqil olaraq saytın başqa hissəsində də istifadə olunacaq bir yazı forması varsa və ya bir neçə yazıdan ibarət bir forma varsa, orada biz article etiketini istifadə edə bilərik. Footer hissə. Saytların header olduğu kimi footer olur. Yəni header bir növ başlanğıc hissə, footer isə foot ingiliscəsində əyər deməkdir. Bir növ son hissə, alt hissə kimi nəzərdə tuta bilərsiniz. Footer hissədə isə web səhifənin və ya bölmənin alt hissəsini təmsil edir. Footer hissəsində nələr olur? Gəlin onlarla tanış olaq. Müəllif haqqında məlumat, əlaqə linkləri, müəllif hüquqları, sosial media linkləri və s. Baxın görürsüz, bu bir növ standartdır. Yəni bütün saytlarda bu tip məlumatların footer bölməsində olması əslində webə bir standart gətirir. Yəni biz hansısa bir sayta getdikdə və ya müəyyən alətlər hansısa sayta getdikdə o saytın sosial media linklərinin harda olacağını bilir. Və bu əslində biznesə də müəyyən dəyər qatır. Gələcəkdə bu anlayışda haqqında danışacağıq ki, biznesə dəyər qatmaq nə deməkdir? Qısaca desəm, misal üçün bir biznes sahibi istəyər ki, müxtəlif dünyada olan alətlər onun saytına gəlib, onun saytındakı sosial media linklərini rahatlıqla tapa bilsin. Niyə istəyir? Çünki istəyir ki, onun sosial mediasında daha çox adam olsun və nəticə olaraq o alətlərin gəlməsi də onun son məqsədinə xidmət edir. Və ona görə bir növ footer elementi də bu məqsədə xidmət edən bir elementdir. Burada yenə footer üçün də bir nümunə var, yuxarıda article üçün də bir nümunə var. Bundan başqa da bu tip elementlər var. Gəlin növbəti alt başlığımıza keçək. Semantik HTML. Semantik HTML nə deməkdir? Semantik HTML yəni bir növ məna ifadə edən HTML deməkdir. Burada misal üçün bir nümunə var. Gördüyünüz kimi sol tərəfdə bir div yazılıb, sağ tərəfdə isə onun qarşılığı olaraq header yazılıb. Bizim saytın üst hissəsini biz həm divlə hazırlaya bilərik, həm headerlə hazırlaya bilərik. Lakin header həm developer üçün daha mənalıdır. Yəni biz bu gün kodumuzu yazırıqsa, gələcəkdə hansısa bir developer gəlib bu kodla tanış olduqda, nə isə düzəltmək, dəyişmək istədikdə header hissənin hara olduğunu rahatlıqla başa düşəcək. O saytı gedib açıb baxmağına çox ehtiyac qalmayacaq. Həm bu tərəfdən gətirisi var, həm də ümumiyyətlə biraz əvvəl dediyimiz o alətlər ki var. Bizim saytlar daim oxuyurlar, orada olan məlumatları başa düşməyə çalışırlar. Onlar üçün də yenə mənası var. Bu alətlərə Google-u və digər axtarış mühərriklərini nümunə göstərmək olar. Bundan əlavə burada bir span qeyd olunub, onun alternativi olaraq nav göstərilib. İndi daima bu formada olmur. Span yenə istifadə oluna bilər. Biz heç span hələ ki keçməmişik. Lakin navigation elementinin bu səhifələr arasında keçidləri saxlayan hissədə istifadə olunmasının yaxşı bir şey olduğunu nəticəsinə gələ bilərik burada. Bundan əlavə burada gördüyünüz kimi divlər var bu formada. Bu arada burada gördüyünüz bu bir növ şablonu veb saytın layoutu kimi başa düşə bilərsiniz və ya veb saytın ümumi quruluşu kimi, sxemi kimi başa düşə bilərsiniz. Və burada gördüyünüz kimi elə bir səhifənin sol tərəfində olan elementlər əvvəlcə divlə yaradılıb, lakin HTML5-də, mənalı HTML-də bunlar section elementləri ilə olmasının arzu olunan olduğunu göstərilib. Və burada eyni zamanda sağ tərəfdə aside adında da bir HTML təqi var. Bu HTML elementləri sizə qorxuducu gəlməsin. Baxmayaraq ki, biz bunları yeni və sürətli öyrəndik, zamanla bunlar hamısı sizin gündəlik istifadə etdiyiniz elementlərə çevriləcək və çox rahatlıqla. Hələlik isə özünüzü bunlara rahat hiss etmirsinizsə, hər yerdə bir növ div istifadə edə bilərsiniz. Və yenə burada ən sondakı hissə
div elementi futurla əvəz olunur. Bu şəkil bir növ demək istəyir ki, sol tərəfdəki quruluş yerinə sağ tərəfdəki quruluşu istifadə etməyiniz çox daha yaxşıdır. Niyə yaxşı olmasını isə biraz əvvəl danışdıq. Həm developerın başa düşmək üçün, həm də müxtəlif alətlərin bizim səhifəmizi daha yaxşı başa düşməsi üçün. Bundan əlavə də bir növ mənalı elementlər var. Məsələn, daha əvvəl öyrəndiyimiz strong elementi, bundan əlavə m elementi. Bu elementlər də baxmayaraq ki, HTML5 elementləri deyil, bu elementlər bir növ səhifənin məzmunu ilə bağlı o dediyimiz axtarış motorlarına müəyyən məlumatlar verə bilir. Misal üçün, deyə bilir ki, bu səhifənin buradakı yazısı vacib yazıdır. Bunu nə ilə edirik? Strong elementi ilə edirik və ya m elementi ilə edirik. Baxaq, bu strong və m elementinin nə üçün istifadə olunmasına məqsəd və istifadə sahəsi burada qeyd olunub. Vacib diqqət çəkən mətn. Yəni strong elementi ilə biz vacib diqqət çəkən mətn qeyd etməliyik. M ilə isə emosional və intonasiya vurğusu. Yəni bir növ vurğulamaq istədiyimiz sözlər varsa, onları m elementi ilə vurğulaya bilərik. Keçək növbəti nümunə başlığımıza. Deməli, burada gördüyünüz kimi bir HTML səhifəsi nümunəsi var. Olduqca böyük bir səhifədir bizim indiyə qədər yazdıqlarımızla müqayisədə. Mən bu səhifəni kopyalayacağam və VS Code-da yeni bir sənəd yaradacağam və kopyaladığım HTML kodunu həmin sənədə daxil edəcəm. Gəlin yaradaq. Adını qoyuram example. Yəni bir növ nümunə .html. Kodu bu hissəyə əlavə etdikdən sonra səhifəni yaddaşa verirəm və bizim brauzerdə səhifənin render olunduğu hissəyə gəlirəm. Səhifəni böyüdürəm və bununla artıq biz burada səhifəni müşahidə edə bilirik. Burada gördüyünüz kimi yuxarıda belə bir hissə var. Bu hissə səhifənin headeridir. Daha sonra burada naviqasiya qeyd olunub. Onun altında isə bir yəqin ki, əsas ərazi var və burada bir section var. Ən sonda isə footer var. Yəni gedək indi kodlarla tanış olaq. Həqiqətən belə olduğunu görək. Bəli, yuxarıda bir header var. Headerdə bu iki element saxlanılıb. Daha sonra naviqasiya elementi var. Bu arada naviqasiya elementi bəzən headerin içərisində də olur. Bu saytdan sayta, developerdan developera dəyişən bir şeydir. Nə zaman header hissədə olmalıdır? Bəzi saytlarda bir tərəfdə loqo olur, bir tərəfdə naviqasiya elementləri olur. Bu zaman headerin içərisində olması daha məntiqlidir. Yox, yuxarıda bir ayrıca hissə var. O hissədə loqo var və başqa şey var. Amma onun altında əsas naviqasiya paneli var. Bu zamansa naviqasiya paneli header hissədən aşağıda olması daha mənalıdır. Lakin bunlar bir növ developerdan asılıdır. Developerun verdiyi qərarlardan asılıdır və səhv düz haqqında da çox belə bir sərt ayrılıq yoxdur. Yəni müəyyən etmək ki, bu səhvdir, bu düzdür, biraz çətindir. Daima müzakirəyə açıq mövzudur. Burada gördüyünüz kimi bir main elementi var. Main elementi də bir növ səhifənin əsas kontentini özündə saxlayan elementdir. Bizim nəzəriyyə hissəmizdə onunla bağlı məlumat olmalıdır. Gəlin gedək oxuyaq. Burada main etiketini görürsünüz və qarşısında yazılıb ki, səhifənin əsas unikal məzmun hissəsini bildirir. Eyni zamanda cədvəlimizdə də onunla bağlı məlumat olmalıdır. Yəni ona da baxaq. Səhifənin əsas və mərkəz məzmunu hissəsidir. Saytda unikal əsas məzmunu təmsil edir. Baxın, bu maraqlı termindir buradakı unikal termini. Misal üçün biz bir veb saytı hazırlamış olsaydıq, bu hissəni strong etiketi ilə yazmamız faydalı olardı. Mən də hələ ki bunu bold edirəm. Nə deməkdir unikal hissəsi? Adətən səhifələrin əsas kontenti olur. Yəni misal üçün biz saytımıza geri qayıtsaq və gəlin index.html-ə geri qayıdaq. Burada gördüyünüz kimi termos səhifəsi. Termos səhifəsinin yuxarı hissəsində bir başlıq olacaq. Yəni bütün səhifələrdə eyni olan, bizim ümumiyyətlə saytımızın ümumi dizaynını əks etdirən bir başlıq hissi olacaq. Amma orta hissədə, əsas hissədə bir başqa sözlə termosun şəkli və ya termos haqqında məlumatlar olan bir pəncərə olacaq. Baxın, bu hissə böyük ehtimalla main etiketi arasında yazılmalıdır. Çünki bu səhifəyə məxsus bir məzmundur, həmin məzmun. Amma misal üçün footerla header'ı buna nümunə göstərə bilmərik. Nəyə görə? Çünki footer və header əsasən saytın hər yerində eyni olur. Gəlin indi example səhifəmizə geri qayıdaq və davam edək. Burada gördüyünüz kimi bəli bir main etiketi qoyulub, altında isə mən section dedim, amma burada bir article istifadə olunub. Burada misal üçün bu developer unutmayın sözünə vurğu vurmağı üstün tutub. Mən məsələn davamlılıq və təcrübə sözünə vurğu vurmağı üstün tutardım və ya uğur sözünə vurğu vurmağı üstün tutardım. Və burada ən sonunda bir footer var. Və burada gördüyünüz kimi bir işarə də var. Gəlin bu görək burada bu yazılan bu tip kod brauzerdə necə görsənir. Bu arada VS Code da burada bizə həmin hissənin necə görsəndiyini izah eləyir. Burada gördüyünüz kimi belə bir işarə qoyaraq bu işarə görsənəcək hissiyatı verir. Yəni deyir ki, bu işarə istifadə olunacaq render olunan zaman. Və burada da baxdıqda həqiqətən elə bir işarə istifadə olunur. Daha sonra biz bu işarələr haqqında öyrənəcəyik, bunların nə olduğunu öyrənəcəyik və öz dərslərimizdə, öz layihələrimizdə istifadə edəcəyik. Bu dərslik bu qədər. Dərslərlə bağlı hər hansı sualınız olarsa, rəy bölməsində qeyd etməyi unutmayın. Bundan əlavə ilk dərslərdə bildirdiyim kimi
açıqlama bölməsini, videoların təsvir bölməsini oxumağı unutmayın. Həmin bölmədə sizə lazım olacaq bəzi materiallar ola bilər. O materiallardan da faydalanın. Bu materiallara suallar və ya müxtəlif resursları nümunə göstərmək olar.